Salam, hörmətli abituriyentlər və hörmətli həmkarlar. Bugün biz sizlərlə birlikdə 2025-ci il kimya test toplusu, elektroliz, duzların hidrolizi, ion mübadilə reaksiyaları bölməsinə aid olan həmin o ətraflı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. Birinci çalışma ilə başladıq. Deyir, gümüş bir nitratın məhlulunu tam elektrolizə uğradılmışdır. Katodda 21,6 qram metal alınmışdırsa, ilkin məhlulda duzun kütlə payını faizli qatılıqla hesablayın. Məhlulda alınan turşunun mol miqdarını hesablayın. Gəlin əvvəlcə baxaq. Gümüş nitrat deyir, argentum nitrat. Suda məhlulunu elektrolizə uğratdıq. Çünki məhlulu deyir elektrolizə uğrad. Suda məhlulu elektrolizə uğradanda üzərinə su gəlib, oxun üzərinə elektroliz yazırıq. Bilirik ki, pasiv metalların duzları elektrolizə uğrayanda katodda metalın özü ayrılır. Argentum nitratda metal argentumdur. Deməli, burada katodda argentum metalı gedəcək. Oksigenli turşuların duzlarının elektroliz zamanı anodda oksigen qazı ayrılır. Anodda oksigen qazı yazdıq. Daha sonra yerdə nə qaldı? Argentum oksigen gedəndən sonra deməli yerdə qaldı HNO3. Məhlulda da nitrat turşusu yaranacaq. İndi deyərsiniz ki, hardan bildik nitrat turşusu yarandı? Bax, H2O-nu HOH kimi təsəvvür eləsəz, argentum buradan çıxdı, OH hissəsindən oksigen çıxdı, H-la da NO3 birləşib HNO3 verdi. Belə təsəvvür edə bilərsiniz. İndi gəlin bunu əmsallaşdıraq. Nitrat turşusunun qarşısına 2, argentrata 2, argentuma 2 yazdaq. Baxaq, argentum 2-yə tamamlandı, NO3 2-yə tamamlandı, hidrogen 2-yə tamamlandı. Oksigenə baxsaq, onda oksigenin qarşısına 0,5 mol yazmalıyam və ya birbaşa əmsalları 2 dəfə artıraq, 4 argentum nitrat yazaq, onda suyun qarşısına 2 yazarıq, argentum metalına 2 yazsaq, oksigenin də qarşısına 1 əmsal düşəcək, onda HNO3-ə də 4 yazıb əmsallaşmanı tamamlaya bilərik. Deyir, 200 qram gümüş bir nitrat məhlulu. Deməli, bizim bu 200 qramımız gümüş nitratın kütləsi deyil, bu məhlulun kütləsidir. Yəni, M məhlul bərabər olub 200 qrama əvvəlcədən. Deyir, katodda 21,6 qram metal alınıbdır. İndi, müəllimlər, biz bilirik ki, normalda bu reaksiya üzrə baxanda, deməli, nə görürük? 4 mol argentum. Argentumda 1 molu 108-dirsə, onda 4 mol argentum 4 olsun 108 olacaq. 4 olsun 108 qram argentum əmələ gələndə reaksiya üçün 4 mol argentum nitrat sərf olunur. Yəni 4 olsun 170 qram duz sərf olunur. Burada isə deyir 21,6 qram metal əmələ gəlibdir katodda. Gəlin görək 21,6 qram metal əmələ gələndə nə qədər duz elektrolizə uğrayar. Buradan tənasüb qurub məsələni həll edirik. 21,6-nı vururuq. Deməli, burada 4-lər zaten ixtisar gedir. İxtisar aparıb birbaşa da yaza bilərsiniz əslində. 170-ə vurub 108-ə bölürük. Yenə deyirəm, 21,6 əslində 108-lə də ixtisar gedə bilərdi. Nəysə, buradan biz sərf olunan, yəni elektrolizə uğrayan duzun kütləsini 34 qram tapdıq. Əgər sərf olunan duzumuz 34 qramdırsa, yəni argent nitrat tam elektrolizə uğrayıbsa, axıcı deyir, tam elektrolizə uğrayıbdır. Yəni 34 qram duz elektrolizə uğrayıbsa, deməli əvvəldən bizim sistemimizdə 34 qram duz var imiş. İndi 34 qram duzumuz var, məhlulumuz da 200 qramdırsa, onda mən bu məhlulda duzun kütlə payını hesablamaq üçün duzun kütləsi 34-dür, bölərəm məhlulun kütləsi 200-ə, vuraram 100%-ə. Bu da mənə verəcək 17%-li məhlul. Deməli, əvvəlcədən bizim əlimizdə o 7%-li məhlul mövcud imiş. Bunu bildik. Daha sonra bizə deyir ki, davamında, deməli, ilkin məhlulda duzun kütlə payını hesablayaq. Bunu hesabladıq. Bu zaten bəlli məsələdir, 17%-lidir. Sonra deyir ki, məhlulda alınan turşunun mol miqdarını hesabla. Normalda biz görürük ki, 4 mol argentum əmələ gələndə, yəni 4 vurulsun 108 qram argentum əmələ gələndə reaksiya zamanı 4 mol nitrat turşusu yaranacaq. İndi isə burada bizə deyir ki, nə qədər deməli, belə deyək də, turşu əmələ gələr. Biz bilirik ki, reaksiya zamanı 21,6 qram metal əmələ gəlibdir. 4 vurulsun 108 qram argentum əmələ gələndə 4 mol nitrat turşusu yaranırsa, o zaman 21,6 qram metal əmələ gələndə gəlin görək neçə mol nitrat turşusu əmələ gələcək. Buradan tənliyi həll edib 4-ləri ixtisar aparırıq. 21,6-nı birbaşa 108-ə də bölə bilərik. 21,6 zaten 108-ə bölünəndə adə məsələdə 0,2 mol verəcək. Deməli, məhlulda əmələ gələn turşunun mol miqdarı 0,2 mola bərabər olacaq. Birinci sualı cavablandırdıq. Keçək ikinci sualımızın izahına. Deyir, dəmir ki, xloridin birinci mərhələdə hidrolizinin tam və qısa ion təlinin əmsalları cəmini müəyyənləşdirin. Yaxşı. Dəmir ki, xlorid duzu biz bilirik ki, hidrolizə uğraya bilir və hidroliz bir neçə mərhələdə həyata keçirilir. Hidrolizin birinci mərhələsində hidroksoduz əmələ gələcək.
Belə ki, birinci mərhələdə hidroksid duz əmələ gəlir. Ferrum OH xlor, dəmir 2 hidroksixlorid. Dəmir 2 hidroksixlorid, yəni burada birinci mərhələdə əsasi duz əmələ gələcək. Ders ki, hardan bildik əsasi duz əmələ gəlir? Əgər duzumuz zəif əsasla qüvvətli turşunun birləşməsindən əmələ gəlmiş duzdursa, bu zaman hidrolizin birinci mərhələsində əgər metalımız çox valentlidirsə, əsasi duz əmələ gələcək və əlavə olaraq da xlorid turşusu yaranacaq. Buradan H xlor yarandı. Gördünüzmü, yazdıq. İndi əmsallaşmaya baxsaq, ehtiyac yoxdur məncə əmsallaşmaya, gərək yoxdur. Deyir, birinci mərhələsində hidrolizin tam və qısa ion tənlinin əmsalları cəmini hesablayın. İndi bu oldu bizim molekulyar tənliyimiz. Bu molekulyar tənliyin sonra biz tam və qısa ion tənliklərini yazacağıq. Tam qısa ion tənliklərini necə yazaq? Tam ion tənliyi dəmir 2 xloridi, dəmir 2 müsbət, üstəgəl 2 xlor mənfi şəklində ionlara dissosiasiya elədik. Su ionlara dissosiasiya edə bilmir, çünki zəif elektrolitdir və ya ki, bəzən qeyri-elektrolit də deyə bilirik. Distillə suyudursa, mən qeyri-elektrolit kimi onu səciyyələndirə bilərəm. Daha sonra buradan əmələ gəlir dəmir 2 hidroksixlorid. Mən buna yazacağım ferrum OH müsbət, üstəgəl xlor mənfi. Üstəgəl bir də H xlor yaranıb da burada. Görürsünüzmü? Düzdür, H xlor qəşəng yazmamışam. Gəlin üstəgəl H xlor daha qəşəng yazaq. Ya da biraz balacalaşdırıb ekranı. H xloru yanında yazaq. H xlor. İndi bunu da yazacağım H müsbət, üstəgəl xlor mənfi şəklində. Aha. İndi burada eyni adlı ionlar bilirik ki, bərabərliyin sağında və solunda ixtisar gedir. Baxırıq, görürük, 2 xlor mənfi var burada. Bu 2 xlor mənfi, buradakı 2 dənə xlor mənfi ilə ixtisar gedir. Bax, 2 dənə xlor mənfi, 2 xlor mənfi kimi təsəvvür edə bilərik. Bunlar ixtisar getdi. Əlimizdə nə qaldı? Dəmir 2 müsbət, üstə gəlinsin su, yəni H2O. Əmələ gəlir ferrum OH müsbət, üstə gəl H müsbət. Bax, bu şəkildə yazdıq. İndi bizə deyir ki, bunun tam və qısa ion tənliyidir. Bu birinci tənlik molekulyar tənlikdir, ikinci tənlik tam ion tənlik, üçüncü tənlik isə qısa ion tənlikdir. Deməli, molekulyar tənliyi bizə soruşmur. Tam ion tənlikdə əmsallar cəminə baxanda gəlin fərqli bir rəngdə ruçka götürüm, onunla yazaq. Burada dəmirin əmsalı 1-dir. 2 xlor mənfi var. Əmsalı 2-ni dərs ixtisar aparmışıq. Hələ ixtisar aparmamışdan qabaq onun tam ion tənliyi idi. Tam ion tənliyi o şəkildə yazmışam. Sonra ixtisar aparandan sonra yerdə qalanları qısa ion tənlikdə yazdım. Hələ ixtisar aparmamışdan qabaq tənliyimiz bu formadaydı və bu şəkildə olanda ionlar əmsallar cəminə baxaq da. 2 xlor mənfi var. Xlorun əmsalı 2-dir, suyun əmsalı 1-dir, ferrum OH müsbətin əmsalı 1-dir. Xlorun əmsalı 1, hidrogen əmsalı 1, xlor ionunun da əmsalı həmçinin 1-dir. Toplasaz 2, 3, 4, 5, 6, 7, 8. Yəni əmsallar cəmi nəyə bərabər oldu? 8-ə bərabər oldu. Aha. 8 verdi də bizə. Deməli, əmsallar cəmi 8 olacaq. Burada arxada cavabı mən baxdım, gördüm, arxada cavabı 4 veriblər. Niyə 4 veriblər bilmirəm. Ümumiyyətlə, bu topluda mənə elə gəlir ki, səhvlər çoxdur. Özünüz də görürsünüz ki, digər ətraflı cavab tələb olunanlarda izahını verəndə görürsünüz ki, arxadakı cavablar uyğun gəlmir. Ona görə mən arxadakı cavabla uyğun razılaşmıram. Arxadakı cavab 4 verib, amma mən 8 tapdım. Nəysə, birinci sualın cavabını 8 olaraq cavablandırdıq. İkincide deyir ki, qısa ion tənlikdə əmsallar cəmi tapın. Qısa ion tənlikdə gəlin bir fərqli rüşqadan yazaq. Bu qısa ion tənlikdə əmsalı dəmirin əmsalı 1-dir, suyun əmsalı 1-dir, ferrum OH müsbətin əmsalı 1-dir, H müsbətin əmsalı 1-dir. Toplasaq əmsallar cəmi 4-ə bərabər olacaq. İkinci sualın cavabını 4 olaraq cavablandırmış olduq. Növbəti digər sualla izahımıza davam edirik. Üçüncü tapşırıq. Üçüncü tapşırıqda bizə deyir ki, argen nitrat duzunun suda məhlul elektroliz zamanı katodda reduksiyaya uğrayan ionun və anodda əmələ gələn maddənin formulunu yazın. Yaxşı, argen nitratı bayaqları yazmışdıq, təzədən yazaq. Argen nitratın suda məhlul elektroliz uğradarkən bilirsiniz ki, pasiv metallar katodda metalın özünü verir. Katodda argen əmələ gələcək, anodda oksigen qazı ayrılacaq, məhlulda isə nitrat turşusu qalacaq. Və əmsallaşdırsaq 4 yazacaq argen nitrata, argentima 4, HNO2 4 yazsaq, suyun da qarşısına 2 əmsal yazsaq, əmsallaşmamız tamamlanır. Ümumiyyətlə, bu məsələlərdə rahat əmsallaşma metodu əsasən odur ki, suyun qarşısına çox vaxt 2 yazırıq, o zaman əmsallar tamamlanır. Reaksiyanı yazdıq. Deyir ki, katodda reduksiyaya uğrayan ion. Katodda reduksiyaya uğrayan ion katoda gedən argentum metalıdır. Yəni argentum ionu katodda reduksiyaya uğrayacaq. Niyə? Çünki argentum burada müsbət bir oksidləşmə dərəcəsindən argentum sıfıra gəlir. Və çoxdan aza gəldi. Oldu oksidləşdirici ion. Oksidləşdirici ion bir elektron qəbul edir və reduksiya olunur. Reduksiyaya uğrayan ion, hansı ki oksidləşdirici iondur, ona biz argentum ionu deyə bilərik. Anodda da oksigen qazı əmələ gəlir və anodda əmələ gələn maddənin deyir formulunu yaz. Anodda da oksigen qazı əmələ gəlir. Əmələ gələn maddənin formulunu oksigen şəklində cavablandırmış olduq. Belə, bu tapşırıq da bitəndən sonra keçirəm digər növbəti tapşırığımızın izahına. Görək burada nə verir? Bu üçüncü tapşırığımızdır.
3-cü tapşırıqdır. Daha doğrusu 4-cü tapşırıqdır. 4-də gəlin görək bizə nə deyir. Deməli deyir ki, X2CO3-ün suda məhlulun elektroliz zamanı katodda hidrogen ayrıldığını nəzərə alaraq hidrolizin birinci mərhələsinin qısa ion tənliyini və X2CO3-ün suda məhlulun əmələ gətirdiyi mühiti müəyyənləşdirin. Deməli bizə verir X2CO3, deyir bunun suda məhlulun elektroliz zamanı katodda hidrogen ayrılıbdır. Aha, X2CO3 yazaq, X2CO3. Əgər bu katodda hidrogen ayrılırsa, deməli bu aktiv metaldır. Niyə? Çünki bilirik ki, aktiv metallar, obyektin elektrokimyəvi gərginlik sırası var, orada hansı ki aktiv metallardır, onlar katodda hidrogen qazı verirdi. Deməli burada X metalının yerinə aktiv bir metal yazacağıq. Məsələn, qələvi metal yaza bilərik. Bunu mən suda məhluluna elektrolizə uğratmışam. Deməli katodda hidrogen gedib, oksigenin turşu olduğuna görə anodda oksigen qazı ayrılacaq və məhlulda da nə qalacaq? Deməli əmələ gələcək elə X2CO3 duzunun özü. X2CO3 duzunun özünü elektroliz tənliyini yazdım. Əmsallaşdırsaq yenə deyirəm, rahat əmsallaşdırma suyun qarşısına 2 yazmaqdır. Suya 2 yazsaq hidrogen də 2 yazıb əmsalı tamamlayırıq. Deyir, bunun elektroliz zamanı katodda hidrogen ayrılığını nəzərə alaraq hidrolizin birinci mərhələsinin qısa ion tənliyini yazın. Aha. Deməli, demək istəyir ki, biz elektrolizi yazdıq. Mən yazdığım elektrolizdə sadəcə sizə izah üçün yazmışam. İndi bu elektrolizdən sonra bizə deyir ki, bu duzu götür, sən bunu hidrolizə uğrat. Onda belə çıxır ki, bu aktiv metaldır. Yenə deyirəm, ola bilər natrium karbonat olsun, ola bilər kalium karbonat olsun və s. İndi bu səfər bunu hidrolizini soruşur bizə. Mən yazdığım yuxarıdakı elektroliz tənliyidir. Sübut eləmək istədim ki, yəni aktiv metal götürüləndə katoda hidrogen gedir də. İndi hər hansı bir aktiv metal kimi düşünə bilərsiniz, natrium karbonat və s. kimi. İndi yazaq X2CO3 aktiv metal. Aktiv metalın suda məhlulunu aktiv metalın əmələ gətirdiyi bu duzlara bunun daha doğrusu su ilə hidrolizə uğratsaq, daha doğrusu hidroliz tənliyini yazmaq istəsək, bilirik ki, burada aktiv metaldır və zəif turşudur. Yəni başqa cür desək, qələvi ilə belə deyək də zəif turşunun birləşməsindən əmələ gələn duzdur. Bu duzların hidroliz zamanı bilirik ki, mühit qələvi mühit olur və aralıq mərhələdə turş duz yaranır və bunun aralıq mərhələsində əmələ gələcək turş duz. Turş duzun formulunu necə yazaram? XHCO3 şəklində və əlavə olaraq da buradan əmələ gələcək nə? Mühit qələvi mühit olduğuna görə XOH əmələ gələcək. Baxaq görək əmsallaşmağa gərək varmı? X-imiz 2 oldu, CO3 ionu 1-dir, sağda da solda da. Əmsal tamamlanıbdır. Deməli bizə deyirdi ki, deməli hidrolizin birinci mərhələsinin qısa ion tənliyi yazın və qısa ion tənliyi yazın. Yaxşı, bu bizim yazdığımız molekulyar tənlikdir. Molekulyar tənlikdən sonra gəlin bunu tam ion tənliyini yazaq. Tam ion tənliyi ixtisar aparıb sonra biz orada qısa ion tənliyini yaza bilərik. Aha. İndi gəlin bunun molekulyar tənliyini yazmışam, tam ion tənliyini yazım. X2CO3 ionlara assosiasiya eləyəcək, əmələ gətirəcək hansı ionları? 2X müsbət, üstəgəl CO3 2 mənfi ionu yaradacaq. Əlavə olaraq su maddəsi var sistemdə, H2-onu yazdım. Əmələ gələcək XHCO3, X müsbət, üstəgəl HCO3 mənfi, XOH da yaranıb, bu da əmələ gətirəcək X müsbət, üstəgəl OH mənfi. Daha sonra eyni adlı ionlar ixtisar gedir. Gəlin burada bir fərqli rənglə ixtisar aparaq. Məsəl üçün, burada 2 dənə X müsbət, burada 2 dənə X müsbət aparır. Sağda 2 dənə X müsbət var, tək-tək yazılır. Solda da 2 dənə X müsbət var. CO3 ixtisar apara bilmirəm. Əlimdə nə qaldı? CO3. Bu yazdığım ikinci tənlik tam ion tənliyidir. Sonra əlimdə qaldı CO3 2 mənfi. Üzərinə gəlmişəm su, H2O. Yaranıbdır nə? HCO3 mənfi. Əlavə olaraq da OH mənfi yaranıb. HCO3 mənfi yaranıb, bir də OH mənfi yaranıbdır. Bu da oldu mənim nə? Qısa ion tənliyim. Qısa ion tənliyini yazdım. Zaten məndən bunu soruşurdu. CO2 mənfi üstəgəl H2O, əmələ gəldi HCO3 mənfi, OH mənfi. Deyir, bunun suda məhlulun əmələ gətirdiyi mühit. İndi X2CO3 dedi ki, qələvi ilə, yəni aktiv, belə deyək də, əsasla pasiv turşunun birləşməsindən əmələ gələn duzdur. Bu duzların hidroliz zamanı mühitimiz olur qələvi mühit və aralıq mərhələdə göstərildiyi kimi turş duz əmələ gəlir. Mühitimiz hansı mühit olacaq? Qələvi mühit zaten də məndən bunu soruşurdu. 4 də bitəndən sonra keçirən 5-ci çalışmanın izahına. Çalışmanın izahımıza davam edirik. Bizə deyir ki, şəklə əsasən çöküntünü əmələ gətirən ionları müəyyənləşdirin. İndi biz burada 3 şəkil görürük. Birinci qabda neytrallaşma baş verir. Çünki qələvi ilə turşu arasında gedən reaksiyalar neytrallaşma reaksiyalardır. İkinci reaksiya sadəcə duzla duz arasında reaksiya göstərilib, amma reaksiya axıra qədər getməyəcək. Niyə? Çünki duzla duz arasında reaksiyanın şərti odur ki, solda çöküntü olmasın, sağda çöküntü yaransın. Burada düzdür, solda çöküntü yoxdur, amma sağda da çöküntü yaranmır. Ona görə də bunu ümumiyyətlə reaksiya gedən kimi götürməyəcək. Çünki reaksiyanın çöküntü qaz ya da su yaranmalı idi. Burada çöküntü qaz su yaranmadığına görə ikinci reaksiya ümumiyyətlə getməyəcək. Birazdan
bir də ətraflı izah verəcəm buna. Üçüncüyə də baxanda burada elə bir natrium 3PO4-dan argentum nitrat arasında reaksiyanı yazırsınız. Natrium 3PO4-ün üzərinə argentum nitrat gəlsək, bu duzla duz arasında reaksiyadır da. Duzla duz arasında reaksiyanın şərti odur ki, solda çöküntü olmasın, sağda çöküntü, qaz ya da su yaransın. Burada argentum 3PO4 çöküntüsü yaranacaq, əlavə olaraq da natrium nitrat duzu yaranacaq. Çöküntü yarandığına görə bu reaksiya gedər, özü də axıra qədər gedər və buradan əmələ gələn çöküntü argentum artı fosfatlı və hansı iyonlar arasında reaksiya baş verdi? Argentum müsbətlə PO4 3 mənfi iyonlar arasında reaksiya baş verdi. Birinci sualın cavabını argentum müsbət və PO4 3 mənfi şəklində yazarsınız. Sonra deyir ki, neytrallaşma reaksiyası. Neytrallaşma reaksiyasının, daha doğrusu ikinci sualda nə deyir? Axıra qədər getməyən ikinci qabdır. Niyə? Çünki yenə deyirəm, baxın, kalium xloridlə kuprum SO4 arasında reaksiyanı yazmaq istəsək, reaksiya getməyəcək axıra qədər. Reaksiya dönər olacaq, axıra qədər getməyəcək. Burada sadəcə məhlulda kalium müsbət, xlor mənfi, kuprum 2 müsbət və SO4 2 mənfi iyonları görsənəcək. Niyə? Çünki kalium xlorid də mis sulfatda həll olan duzdur. Çöküntü deyirlər. Duzlarla duzlar arasında reaksiyanın şərti odur ki, solda çöküntü olmasın, sağda çöküntü, qaz ya da su yaransın. Solda çöküntü yoxdur, həll olan duzlardır. Burada bir problem yoxdur. Amma sağda çöküntü yaranmalıydı, qaz yaranmalı ya da su yaranmalıdır ki, reaksiya getsin. Amma sağda heç bir çöküntü yaranmır, qaz yaranmır, su yaranmır. Ona görə bu reaksiya axıra qədər getməyən reaksiya olacaq. İndi deyərsiniz ki, biz hardan bilək, hansı çöküntüdür, hansı həll olandır? Bunu inşallah ki, dərslərdə də ətraflı demişik, bilirsiniz. Bilirsiniz ki, natriumun, kaliumun, amoniumun bütün duzları həll olandır. Nitrat, sirkə və qarışqa turşusunda həmçinin, nitrat turşusunda, sirkə və qarışqa turşusunda bütün duzlarda həll olan götürə bilərsiniz. Xloridlərdən ancaq argentum xlor, plumbum xlor 2, hidrargium 2, xlor 2-ni çöküntü götürün. Yerdə qalanlarını həll olan götürün. SO4-lərdən argentum sulfat, plumbum sulfatı, həmçinin kalsium, stronsium, barium SO4-ləri çöküntü götürün. Yerdə qalan SO4-ləri həll olan götürün. Artı fosfat turşusu, karbonat turşusu, metasilikatı demək olar ki, onların əksər duzları çöküntüdür. Əsasən bu bir valentlilərlə, məsələn, natriumdur, kaliumdur, amoniumdur, bunlarla əmələ gətirdiyi duzları həll olan götürürük. İndi burada oradan artıq biləcəksiniz ki, məsəl üçün kalium xlor, xlorun deməli belə deyək də, bütün duzları demək olar ki, həll olandı. Bir dənə argentum xlordan plumbum xlor 2-dən başqa kalium xlor artıq həll olan olacaq da. Həm də dedik ki, kalium bütün duzları həll olan daxı. Və ya da ki, SO4-lərdən argentum plumbum SO4-ü dedik. Bir də kalsium, stronsium, barium dedik. Mis sulfat deməli həll olan olacaq. Reaksiya baş versəydi, buradan kalium sulfat yaranardı, mis xlorid yaranardı. Bunlar da həll olan duzlardır. Yenə deyirəm də, məsəl üçün kalium bütün duzları həll olandı. Həmçinin miski xlorid də həll olandır. Çünki xloridlərdən argentum xlor, plumbum xlor çöküntüdür. Deməli, miski xloridi həll olan kimi götürə bilərsiniz. Yəni, artıq buradan başa düşəcəksiniz və rahatlıqla həll edə biləcəksiniz. Deməli, axıra qədər getməyən reaksiya ikinci reaksiyadır. O üçüncü suala gələndə deyir ki, neytrallaşma reaksiyasının tam iyon təhlilini yazın. Neytrallaşma reaksiyası mənbəl bilirsiniz ki, burada natrium hidroksidlə sulfat turşusu arasında gedən reaksiyadır. Niyə? Çünki neytrallaşma reaksiyası deyəndə qələvlərlə turşular arasında reaksiya nəzərdə tutulur. Neytrallaşmasının baş verməsi üçün biz OH mənfi iyonlarının sayını H müsbət iyonlarının sayına bərabərləşdirməliyik. O zaman mən 2 mol natrium hidroksid götürsəm, burada 2 OH mənfi iyon olacaq. Üzərinə gələcəm 1 mol H2SO4, burada da 2 dənə H müsbət iyonu var. Onlar arasında reaksiya baş verər, əmələ gələr duz, normal duz, natrium 2SO4, əlavə olaraq da 2 mol su əmələ gələr. Gəlin suyu da yanına yazaq. 2 mol H2O əmələ gələr. Bu oldu mənim molekulyar tənliyim. Tam iyon tənlik yazmaq üçün mən bunları iyonlara assosiasiya etməliyəm. Yazacağım 2 natrium müsbət, üstə gəlinsin 2 OH mənfi, üzərinə gəldim 2 H müsbət, üstə gəl SO4 2 mənfi, əmələ gələcək natrium 2SO4. Burada 2 dənə natrium müsbət, üstə gəlinsin SO4 2 mənfi, üstə gəlinsin. Gəlin siz bunu biraz balacalaşdırın. Buradan yazımda kənara çıxmayayım. 2 natrium müsbət, üstə gəlinsin SO4 2 mənfi. Yazıram yanında SO4 2 mənfi natrium sulfat iyonlara assosiasiya etdiyinə görə yazıram da onu iyonlara assosiasiya edirəm. Su isə iyonlara assosiasiya etmədiyinə görə olduğu kimi saxlayıram. 2 mol H2O. Bu oldu mənim tam iyon tənliyim. Düzdür, arxada tam iyon tənlik verməyib, qısa iyon tənliyi veribdir. Əslində məndən tam iyon tənliyi soruşur. Mənim cavabım bax budur. Budur mənim cavabım. Amma əgər qısa iyon tənliyi soruşsa da arxadakı cavabı qısa iyon tənliyə görə verib. O zaman mən eyni adlı iyonları ixtisar apararam. Eyni adlı iyonlar hansılardır? 2 natrium müsbət, 2 natrium müsbət, SO4 2 mənfi, SO4 2 mənfi. Əlində nə qaldı? 2 H müsbət, üstə gəl 2 OH mənfi, əmələ gəldi 2 mol H2O. Sonra əmsallar eyni olan olduğuna görə ixtisar aparıram. Qısa şəkildə mən bunu belə yazıram. Qısa iyon tənlik H müsbət, üstə gəl OH mənfi, əmələ gəldi H2O. Əmsallar ixtisar aparıla bilər də. Bu şəkildə, bu da oldu mənim qısa iyon tənliyim. Amma məndən tam iyon tənliyi soruşduğuna görə yuxarıda yazdığım şəkildə, bax bu yazdığım şəkildə cavab olmalıydı. Belə, indi keçək 6-cı çalışmamızın izahına. 6-cı çalışmada bizə nə deyir?
Deyir ki, alüminium xloridin dissosiasiya tənliyini yazın, əmsallaşdırın. Yaxşı, gəlin yazağın. Alüminium xloridin dissosiasiya tənliyini yazaq. Deməli, alüminium xlorid normal duzdur. Normal duz olduğuna görə bir mərhələdə ionlara dissosiasiya edir və əmələ gətirir alüminium 3 müsbət, üstəgəl 3 xlor mənfi. Daha sonra deyir ki, bunu əmsallaşdırın. Əmsallaşdırsaq, zaten əmsallaşdırmışam, burada bir problem yoxdur. Sonra deyir ki, qrafika əsasən suda həll olmuş alüminium xloridin miqdarını hesablayın. Dissosiasiya dərəcəmiz 20%-ə bərabərdir. İndi müəllimlər, biz bilirik ki, dissosiasiya dərəcəsini bir dənə biz düstur demişdik. Dissosiasiya dərəcəsi necə hesablanırdı? Maddənin dissosiasiya etmiş molu bölünsün həll olmuş molu vurulsun 100%. Deməli, dissosiasiya dərəcəsi necə hesablanırdı? Maddənin dissosiasiya etmiş molu bölünsün həll olmuş mol miqdarı vurulsun 100% düsturundan istifadə etməklə tapılır. İndi biz burada nə görürük? Alüminium xloridin alüminium xloridin dissosiasiyasından əmələ gəlmiş xlor ionlarının mol miqdarı 0,6 moldur. Normalda mən bu tənliyimə baxanda görürəm ki, 1 mol alüminium xlorid tamamilə ionlara dissosiasiya etsə 3 mol xlor mənfi ionu yaradar. 1 mol alüminium xloridin 3 mol xlor mənfi ionu yaradırsa, görəsən neçə mol alüminium xlorid ionlara dissosiasiya edib ki, bu 0,6 mol xlor mənfi ionu yaradıb. 1 molun 3 mol xlor mənfi yaradırsa, x molunda 0,6 mol xlor mənfi ionu yaradacaq. Buradan alüminium xloridin ionlara dissosiasiya etmiş mol miqdarının 0,2 mol olduğunu tapırıq. Deməli, bunun dissosiasiya etmiş mol miqdarı 0,2 mola bərabərdir. Bax, burada dissosiasiya etmiş hissəsində 0,2 yazmalıyıq. Alfanı da 20% verib. Yəni, alfamız 20%-i gəlib lap aşağıdan yazın. 20% bərabərdir. Maddənin dissosiasiya etmiş mol miqdarı 0,2 moldur. Həll olmuş mol miqdarı haqqında bilmirəm. X yazıram. Bunu da vururam 100%-ə. Buradan 20 ilə 100 uxtar gedir, qalır 5. X-imiz bərabər olur 1 mol. Deməli, mən 1 mol alüminium xlorid götürsəm də, bunun, belə deyək də, 1 mol alüminium xloridin cəmi 20%-ə. 1-in 20%-i nə qədər eləyəcək? 0,2 molu ionlara dissosiasiya edib. Həqiqətən 0,2 molu, yəni dissosiasiya etmişi, həll olmuş 1 mola bölüb 100%-ə vuranda görürsünüz 20% tapırsınız. İndi deyir ki, bunun suda həll olmuş mol miqdarını hesablayın. Heç nə, suda həll olmuş mol miqdarının 1 mol olduğunu müəyyənləşdirmiş olduq. Belə, bunu soruşurdu zaten. Keçirik 7-ci çalışmamızın izahına. Gəlin görək 7-də bizə nə deyir? Deyir, kalium sülfatın suda məhlul elektroliz tənliyini yazın. Kalium sülfatın, deməli, soruşur, deməli, suda məhlul elektroliz tənliyini yazın. Gəlin buradan yazaq. 7-ci çalışma. Kalium 2SO4. Mən bunu suda məhlulunu elektrolizə uğratsam, üzərinə gəlirəm su, oxun üzərində elektroliz yazıram. Bilirik ki, aktiv metalların duzları elektroliz uğrayanda katodda hidrogen qazı ayrılır. Oksigenli turşu olduğuna görə anoda oksigen qazı gedəcək və məhlulda qalacaq kalium 2SO4 duzunun özü. Çünki burada hidrogen oksigen ayrılanda əslində biz deyirik aktiv metalların duzları olanda katodda hidrogen qazı ayrılır. O aktiv metalın içindən çıxmır. Biz onu sadəcə loru dildə deyirik. Elə bil ki, su maddəmiz HOH deyil. Baxın, HOH. Mən bunun ətraflı zətəzə gəlirsə izahını vermişdim. Bektelin elektrokimyəvi gərginlik sırasından göstərmişdim. Deyirdim ki, deməli, burada məsəl üçün kalium 2SO4 yazılıb. Burada hansı ionlar var? Kalium sülfatda kation kimi kalium müsbət var. Suda isə H müsbət var. Bektelin elektrokimyəvi gərginlik sırasına baxanda, deməli, belə deyək də, soldan sağa doğru getdikcə kationların bilirik ki, reduksiyicilik qabiliyyəti deməli, azalır. Kationların reduksiyicilik qabiliyyəti azaldığına görə orada kationların reduksiyicilik qabiliyyəti azaldığına görə oksidləşicilik qabiliyyəti güclənir və biz bilirik ki, oksidləşicilik qabiliyyəti güclü olan kation ilk növbədə neyinəcək? Katoda gedəcək. Burada H müsbət Bektelin elektrokimyəvi gərginlik sırasında H müsbət kalium müsbətdən sağda yerləşir. Sağ tərəfdə duran oksidləşicilik qabiliyyəti güclü olduğuna görə ilk növbədə katoda o gedəcək. Yəni hidrogen kaliumu üstələyəcək. Ona görə də aktiv metalların suda məhlul elektroliz uğrayıb deyəndə deyirik ki, katoda ilk növbədə hidrogen qazı gedir. Niyə? Çünki kation olaraq kalium sülfat da kalium müsbət var. Suda da H müsbət kimi təsəvvür edirik onu və kation kimi təsəvvür edirik və orada bilirik ki, Bektelin elektrokimyəvi gərginlik sırasında sağda duran daha tez katoda gedir. Çünki onun oksidləşicilik qabiliyyəti güclüdür. H müsbətin oksidləşicilik qabiliyyəti güclü olduğuna görə o ilk növbədə katoda gedəcək və bu H müsbət hardan çıxır? Suyun içərisindən çıxır. Əslində burada suyun elektrolizi baş verir. Kalium sülfat duzunun özünün elektrolizi baş vermir. Elə bir kalium sülfat var, su var məhlulun içərisində. Orada yenə deyirəm, kalium sülfat ionlara dissosiasiya edib kalium müsbət SO4 2 mənfi ionu verir. Su da H müsbət OH mənfi kimi düşünə bilərsiniz. Yəni, su yenə deyirəm,
çox belə deyək də zəif, çox zəif cüzi zəif elektrolit kimi düşünə bilərik, amma bunu H müsbət OH mənfi ionu şəklində beynimizdə canlandırsaq, burada H müsbət kalium müsbəti üstələdiyinə görə, sağda yerləşdiyinə görə, onun oksidaşıcılık qabiliyyəti daha güclü olduğuna görə katoda ilk növbədə H müsbət gedəcək və o ayıracaq hidrogen qazını, katodda hidrogen qazını ayıracaq. OH mənfi ilə SO4 2 mənfi ionda müqayisə edəndə deməli belə deyək də OH mənfi ionları daha tez anoda gedir. Çünki onun reduksiya edicilik qabiliyyəti SO4 2 mənfi ionların reduksiya edicilik qabiliyyətindən güclüdür. Və ona görə də ilk növbədə OH mənfi ionlar anoda gedəcək və OH mənfi ionlar anodda oksigen qazını verəcək. Deməli, OH mənfi ionlar anodda oksigen verdi, H müsbət ionlar katodda hidrogen verirdi. Deməli, burada katodda ayrılan hidrogen, anodda ayrılan oksigen suyun içindən çıxdı. Deməli, burada su elektrolizi uğrur, duz elektrolizi uğramır. Zaten bunlar dərsdə çox ətraflı danışmışıq, çox geniş mövzudur. Yəni, burada qısa deməklə biraz məlumatı olmayan insan üçün çətin olur da. Amma yenə də ən azından bir qədər məlumat toplamış olduq. Və burada nə baş verdi? Deməli, katoda hidrogen getdi, anoda oksigen getdi, məhlulda kalium sülfat yarandı və elektrol üstəliyini yazdıq. Əmsallaşdıranda deyirəm, ən rahat əmsallaşma suyun qarşısına 2 yazmaqdır. Suyun qarşısına 2 yazdıq, hidrogenin qarşısına 2 yazdıq. Nə baş verdi? Əmsallaşmanı zaten tələb edirdi bizdən. Duzun kütlə payını, zamanın asılıq qrafikini qurun. Duzun kütlə payını, zamanın asılıq qrafik quranda deyirik ki, burada su elektrolizi uğradı. Niyə? Çünki kalium sülfat dozu necə daxil oldu, elə də çıxdı. Suyu isə H2O və O2 şəklində gördük. Su hidrogen və oksigen şəklində ayrıldı və su ayrılması nəticəsində məhlulda suyun kütləsi azaldı. Məhlulda suyun kütləsi azalsa, duzun kütləsi dəyişməsə, suyun kütləsi azaldığına görə məhlulda təbii ki, qatlaşma baş verəcək. Başqa cür desək, məhlulda həll olunan maddənin kütlə payı artacaq. Ona görə də duzun kütlə payının zamanın asılıq qrafiki qur desələr, omeqanın taldan asılıq qrafiki bu şəkildə olacaq. 7-ci sualı da cavablandırdıq. Keçək 8-ci suala. Deyir, məhlulda natrium xloriddir. Deməli, maddə miqdarı x moldur. Plümb nitratla əmələ gətirdiyi çöküntünün miqdarı 0,7 moldur. Əvvəlcə natrium xloridlə plümb nitrat arasında reaksiyanı yazaq. Natrium xloridlə plümb nitrat arasında reaksiya duzla duz arasında reaksiyadır. Bayaq dediyim şərtə uyğun olaraq solda çöküntü yoxdur, sağda da çöküntü qaz su yaransa duzla duz arasında reaksiya baş verə bilər. Solda çöküntü yoxdur, əla. Sağda buradan plümb xlorid çöküntüsü yaranacaq. Ona görə reaksiya gedir, öz axıra qədər gedir. Əlavə olaraq da 2 mol natrium nitrat əmələ gələcək. Natrium xloridlə qarşısına 2 yazsaq əmsalımız tamamlanır. Deyir ki, plümb nitratla əmələ gətirdiyi çöküntü 0,7 moldur. Yəni, əmələ gələn plümb nitratın deyir mol miqdarı 0,7 moldur. Onda deyir, götürülən natrium xlorid nə qədər neçəyə bərabərdir mol olaraq. Çünki natrium xloridin mol miqdarını x mol yazıb. İndi normalda mən görürəm ki, 2 mol natrium xlorid, 2 mol natrium xlorid, 1 mol plümb xlorid çöküntüsü yaradır. Onda gəlin görək 0,7 mol plümb xlorid çöküntüsü əmələ gətirmək üçün nə qədər natrium xlorid sərf olunmalıdır. Belə də yaza bilərsiniz. 2 mol natrium xlorid 1 mol plümb xlorid çöküntüsü yaradırsa, görəsən nə qədər natrium xlorid götürülməlidir ki, 0,7 mol plümb xlorid çöküntüsü yaransın. Buradan sərf olunan natrium xloridin mol miqdarının 1,4 mol olduğunu müəyyənləşdirmiş olduq. Aha, bunu tapdıq. Deməli, 1,4 mol şəklində. Növbəti halda bizdən nəyi soruşur? Deməli, reaksiya tənlini yazın, əmsallaşdırın. Aha, reaksiya tənlini yazıb əmsallaşdırdıq. Burada hər bir şey yazmışıq. Sonra deyir ki, 0,6 mol magnezium, yox, daha doğrusu əmsallaşdırın və x hesablayın. Heç nə x hesabladıq, məncə bir şey qalmadı. Elə bunu soruşur da bizdən. Bunlar bitdi. Çaşıb onun 9-cu sualı oxuyuram ardınca. Cavabımız olacaq nə? Əmsallaşdırdıq 2 mol natrium xlorid, 1 mol plümb xloridlə əmələ gəldi 1 mol plümb xlorid çöküntüsü, 2 mol da natrium nitrat. Bu qədər və 1,4 də ikinci sualın cavabı, o üçüncü sualın daha doğrusu cavabı oldu. 9-cu çalışma ilə davam edək. Magnezium xlorid və natrium artofosfat arasında məhlulda gedən reaksiyanın təhlilini yazın. Yenə bu da duzla duz arasında reaksiyadır. Və duzla duz arasında reaksiyanın şərtinə əsasən solda çöküntü olmamalıdır. Magnezium xlorid çöküntü deyil, natrium artofosfat da çöküntü deyil. Amma sağda magnezium artofosfat çöküntüsü yarandığına görə reaksiya gedər, öz axıra qədər gedər. Gəlin yazaq. Magnezium xloridin üzərinə natrium 3, PO4 gəldim. Reaksiya zamanı əmələ gəldi. Magnezium 3, PO4 2 dəfə çöküntü şəklində. Əlavə olaraq da natrium xlorid yarandı. Əmsallaşdırsaq magnezium xloridi 3 yazarıq. Magnezium 3-ə tamamlayaq.
O zaman 6 natrium xloridə yazaram. 2 molda natrium 3 PO4 yazsam, həm natrium 6-ya, həm də PO4-üm 2-yə tamamlanmış olacaq. Deyək, bu reaksiyanın arasında məhlulda gedən reaksiyanın təhlilini yazın, əmsallaşdırın. Reaksiyanın təhlilini yazdıq, əmsallaşdırdıq. Növbəti halda deyir ki, deməli 0,6 mol maqnezium xlorid və 0,6 mol natrium artıq reaksiyasının sonunda məhlulda qalan iyonların formulunu yazın. İndi burada müəllimlər artıq qalma məsələsidir. Artıq qalma məsələsində nə edirdik? Bizə verilən mollar əmsala bölünürdü. Harda kiçik rəqəm alsaq hesablamamız həmin maddəyə görə aparılırdı. 0,6 mol maqnezium xloriddə əmsalı da 3-dür normalda. 0,6 3-ə böldüm, elədi 0,2. Sonra maqnezium xlorid deyir 0,6 mol götür. Deməli, daha doğrusu natrium artı fosfatda deyir 0,6 mol götür. Onda 0,6 natrium artı fosfatı gətirib onun əmsalı 2-yə böləndə alıram 0,3 rəqəmi. Hansı daha kiçik rəqəm oldu? 0,2. Deməli, mən hesablamamı 0,2 kimi təmsil edirdim. Maqnezium xloridə görə yazmışdım da onu. Maqnezium xloridin əmsalı 3 idi. 0,6-nı 3-ə bölmüşdüm. Natrium artı fosfatın əmsalı 0,6-dır. Onu da 2-yə bölmüşdüm də. O zaman 0,2 rəqəmi maqnezium xlorid üçün ən kiçik aldığımız rəqəm maqnezium xlorid üçün oldu da. Deməli, artıq qalma məsələlərinin mənası nə oldu? Əvvəlcə mollar tapılır. Burada zaten mollar verib sağ olsun. Hər ikisini 0,6 mol verib. Sonra molları əmsala bölürük. Hansında kiçik rəqəm alsaq hesablamamızı həmən maddəyə görə aparırıq. Deməli, həmən maddə tam axıra qədər sərf olunub, digər maddədən artıq qalıb. Onda belə çıxır ki, burada maqnezium xloridə görə hesablama aparacaq. Natrium artı fosfat deməli artıq qalan maddədir. Da bu 0,2 ilə falan hesablama aparmayacaq növbəti mərhələdə. Keçəcək yenə 0,6 maqnezium xloridə görə hesablama aparacaq. Amma istənilən təqdirdə yəni bizdən hesablama tələb eləmədiyinə görə bildik ki, artıq qalan maddəmiz natrium artı fosfatdır. Ona görə sonda sistemdə qalan maddə natrium artı fosfat olacaq. Bunu yazıram. Natrium 3 PO4 artıq qaldı. Bunu yazdım. Əlavə olaraq da maqnezium artı fosfat çökübdür. Bunu çökən maddə məhlulda iyon verməyəcək deyə onu nəzərə almıram. Əmələ gəlib söhbət ondan getmir. Əmələ gəlib maqnezium artı fosfat. Amma iyon vermədiyinə görə onu hələ nəzərə almıram. Çünki iyon vermir axı uduz. Bir də əlavə olaraq natrium xlorid əmələ gəlibdir. Deməli, əmələ gələn natrium xlorid, natrium müsbət və xlor mənfi iyonları verəcək bizə. Natrium müsbət və xlor mənfi, natrium artı fosfat isə natrium və PO4 iyonları verəcək. Nəticə etibarıyla sonda biz sistemdə natrium müsbət, xlor mənfi və PO4 3 mənfi iyonları görmüş olacaq. Belə 9-cu sualda cavablayandan sonra məncə belə bir şey qalmadı burada. Deməli, artıq reaksiyası məhlulda qalan iyonların formulunu yazın. Formulları yazdıq, bitdi. Ona keçək. Deyir, natrium sülfatının suda məhlulun dissosiasiyası zamanı duzun və əmələ gələn iyonların sayının zamanının asılıq qrafiki verilir. Buna əsasən deyir, A-nı hesablayın, B-nin qiymətini və duzun dissosiasiya dərəcəsini faizlə hesablayın. Gəlin 10-cu çalışmanı da buradan aşağıdan həll eləyək. Deməli, 10-cu çalışma. Natrium sülfatı əvvəlcə gəlin biz özümüz iyonlara dissosiasiya edək. Deməli, natrium 2 SO4 yazıram, iyonlara dissosiasiya edirəm. Əmrə gəlir 2 mol natrium müsbət, üstə gəl SO4 2 mənfi iyonları bir mərhələdə iyonlara dissosiasiya edir. Niyə? Çünki normal duzdur. Və deyir ki, burada biz yenə görürük ki, müəllimlər burada bizə ipucu 4-dür. Niyə görə ipucumuz 4-dür? Ona görə ki, deməli, rəqəm kimi bizə 4 rəqəmi açıq-aşkar verilib də. Biz də bilirik ki, dissosiasiya nəticəsində natrium və SO4 iyonları əmələ gələ bilər. Çox mol miqdarda əmələ gələn natriumdur, az mol miqdarda əmələ gələn SO4-dür. Sırada başlayıb yuxarı qalxan bu qrafiklər bizdə bərabərliyin sağında duran maddələrə işarə edir. Az miqdarda əmələ gələn 4 moldur, çox miqdarda əmələ gələn B moldur. Bizə də az miqdarda əmələ gələn SO4-dür, çox miqdarda əmələ gələn natriumdur. Onda belə çıxır ki, B mol natriumun molunu göstərəcək. Onda az miqdarda əmələ gələn 4 mol SO4-ü təmsil edir. Normalda 1 mol SO4 2 mol natrium iyonu yaradır. Burada isə 4 mol SO4-dür. 4 mol SO4 nə qədər natrium iyonu yaradacaq? Təbii ki, 8 mol natrium iyonu yaradacaq. Deməli, B-nin 8 olduğunu müəyyənləşdirmiş olduq. B yazarıq 8. B bərabərdir 8-ə. Sonra deyir, A-nı tap. A nədir? Yuxarıda başlayıb aşağı düşən maddə sərf olunan maddədir. Bu da natrium sülfatdır təbii ki. İndi biz gördük ki, reaksiya zamanı 2 mol SO4 iyonu, daha doğrusu üzr istəyirəm, 4 mol SO4 iyonu əmələ gəlib də, düzdürmü? 4 mol SO4 iyonu əmələ gəlib. Normalda 1 mol SO4 2 mənfi iyonu yarananda 1 molda natrium 2 SO4 sərf olunur da. Bunu biz buradan görürük. Baxın, 1 mol SO4 2 mənfi iyonu yarananda 1 mol natrium sülfat sərf olunur. Burada isə SO4 2 mənfi
mənfi iyonları 4 mol əmələ gəlib. Bu da nə qədər natrium sulfat sərfindən yaranar? 4 mol natrium sulfatdan. Deməli, natrium sulfat 4 mol sərf olunub. Amma bu A mol götürmüşük, sonda 1 mol artıq qalıb. Yəni, biz A mol götürsək, bunun 1 molu artıq qalsa, onda belə çıxır ki, natrium sulfat A çıxılsın 1 mol sərf olunubdur. Və mən də natrium sulfatın sərf olunan mol miqdarını 4 mol tapmışam. Deməli, A çıxılsın 1, yəni başlanğıcda A qədər olub, 1 artıq qalıb. A çıxılsın 1 qədəri sərf olunub natrium sulfatın. A çıxılsın 1-in 4-ə bərabərsə, buradan A-nın 5 mol olduğunu hesaplamış olduq. A-nı 5 tapdıq. Sonra dedik ki, dissosiasiya dərəcəsini hesabla. Dissosiasiya dərəcəsinin bir dənə düsturu var idi. Alfa bərabərdir. Maddənin dissosiasiya etmiş molu bölünsün, həll olmuş mol miqdarı vurulsun 100%-ə. Buradan biz bu maddənin həll olmuş mol miqdarını 5 mol tapdıq. Niyə? Çünki A-mız 5-dir, bunun əvvəlidir, başlanğıcdır. Başlanğıcda 5 mol götürmüşəm, 5 mol həll eləmişəm. Amma görürük ki, bunun 1 molu artıq qalıb, 4 molu sərf olunubdur. İndi bunun sərf olunmuş mol miqdarı 4 moldur. Daha doğrusu 4-ü yuxarı yazıb 5 aşağı yazmalıyam. Üzr istəyirəm, yerini səhv yazdım. Deməli, bu dissosiasiya etmiş mol miqdarı bunun 4 moldur. Hardan bildik 4 mol dissosiasiya olub, 4 mol sərf olunub? Çünki yenə deyirəm, baxın, SO4 iyonları 4 mol əmələ gəlirsə, deməli 4 mol natrium sulfat iyonlara dissosiasiya eləyib də, və yaxud da ki, sərf olunub. Dissosiasiya etmişi 4 moldur, həll olmuş isə 5 moldur. Onda dissosiasiya dərəcəsini tapanda onun dissosiasiya etmiş 4 molunu bölərəm həll olmuş 5 mola, vuraram 100%-ə. Bu da mənə verəcək 80%. Deməli, dissosiasiya dərəcəmiz 80%-ə bərabərdir. 10-cu çalışma da bitəndən sonra keçirəm mən növbəti 11-ci çalışmamızın izahına. Deyir, cədvəli tamamlayın. Nitrat iyonunun formulunu bilirik ki, nitrat turşusunun qalığıdır NO3 mənfi. Hidrosulfat necə düşünərik? Əvvəlcə sulfat turşusunu yazırıq H2SO4. Hidro deməli, tərkibində bir hidrogeni olan deməkdir. Dihidro tərkibində 2 hidrogeni olandır. Hidro deyəndə tərkibində bir hidrogeni. Onda belə çıxır ki, mən H2SO4-dən bir hidrogen qopardıram, qalar yerdə HSO4. İndi H2SO4-dən bir hidrogen qopardığıma görə HSO4 qalığı bir valentli olacaq. Onda HSO4 mənfi bir şəklində yaza bilərəm bunu. Deməli, hidrosulfat olacaq HSO4 mənfi. Hidro artofosfat isə artofosfat H2PO4 yazılır. Mən bundan bir hidrogen qopartsam, yerdə qalacaq H2PO4, daha doğrusu H2PO4 mənfi, H2PO4 mənfi. Bu olacaq dihidro artofosfat. Çünki bir hidrogen qopartmışam. İndeksdə 2 hidrogen qalıbdır. Hidrogen indeksdə 2 qalıb daha doğrusu. Bu olacaq dihidro artofosfat iyonu və dihidro artofosfat iyonunda burada oksidaşma dərəcəsi -1 kimi yaza bilərsiniz. O ki qaldı, daha doğrusu iyonun yükü, üzr istəyirəm. Oksidaşma dərəcəsi yox, üzr istəyirəm. İyonun yükü demək istəyirəm. İyonun yükünü -1 şəklində yaza bilərik. H2PO4-dən də bir hidrogen qopartsaq, yerdə qalacaq HPO4. H3PO4-dən normalda bir hidrogen qopardıq H2PO4, H2PO4-dən də bir hidrogen qopardıq, oldu HPO4. Və bu 2 mənfi olacaq. Niyə? Çünki H3PO4-dən HPO4-ə gəndə 2 hidrogen vermişik və bu 2 mənfi yüklənəcək və iyonun yükü 2 mənfi olacaq. Və bu olacaq hidroartofosfat iyonu. Mənə hidroartofosfat soruşduğuna görə HPO4 2 mənfini soruşur. Ona görə də mən bura HPO4 2 mənfi yazacağım. HPO4 2 mənfini qeyd elədim. Belə, 11-ci sualda cavablandırandan sonra keçək növbəti 12-ci sualımızın izahına. Görək bizə 12-də nə deyir? Deyir, cədvəli tamamlayın. Burada da natrium artofosfatı veribdir. Natrium artofosfatı verib. Deyir ki, natrium artofosfat, natrium 3, PO4-dür. Mən bunu iyonlara dissosiasiya etsəm, bir mərhələdə iyonlara dissosiasiya edəcək və dissosiasiya nəticəsində əmələ gələcək 3 mol natrium müsbət, üstə gəlinsin PO4 3 mənfi iyonu. Və dissosiasiya nəticəsində əmələ gələn iyonlar 3 mol natrium müsbət, 1 mol PO4 3 mənfi iyondur. Toplayacaq 4 mol iyon əmələ gəldi dissosiasiya nəticəsində. Daha sonra sink klorid yazılır, sink klorid 2 normal duz olduğuna görə bir mərhələdə iyonlara dissosiasiya edəcək. Əmələ gələcək sink 2 müsbət, üstə gəlir 2 xlor mənfi. 1 mol sink 2 müsbət 2 mol xlor mənfi iyonu yarandığına görə cəm iyonların mol miqdarı 3 mola bərabər olacaq. Sonra deyir alüminium sulfat, alüminium 2, SO4 3 şəklində yazılır və bu 2 mol alüminium 3 müsbət, 3 molda SO4 2 mənfi iyonu verəcək. 3 molda SO4 2 mənfi iyonu verdi. Toplasaq 2 ilə 3-ün cəmi, əmsallar cəmi 5-ə bərabər olacaq. Yəni iyonların cəmi, əmələ gələn iyonların cəmini soruşur. Cavab olacaq 5. 12 də bitəndən sonra 13-dən davam edirik.
13-dən nizamımıza davam edirik. 13-də bizə deyir ki, məhlulda qarışdırılan maddələr kalium hidroksiddən H-xlordur. Reaksiya daxil olan iyonları tapın. Reaksiya daxil olan iyonlar deyəndə çöküntünü qazlı və suyu əmələ gətirən iyonlar nəzərdə tutulur. Bax, qayda budur. Yəni, əgər reaksiyadan çöküntü qaz su əmələ gələrsə, onları əmələ gətirən iyonlar reaksiya daxil olan iyonlar kimi düşünə bilərsiniz. Kalium hidroksiddən H-xlor reaksiya girdi, əmələ gəldi kalium xlor üstəgəl H2O. Burada reaksiya nəticəsində çöküntü əmələ gəlməyib, qaz əmələ gəlməyib, amma su əmələ gəlib. Suya əmələ gətirən iyonlar hansı iyonlardır? H müsbət və OH mənfi. Deməli, birinci sualın cavabı H müsbət və OH mənfi iyonu kimi düşünə bilərsiniz. Bu oldu birinci sualın cavabı. Ondan sonra keçirik digər ikinci sualın cavabına. Deməli, deyir ki, burada kalsium klorid və natrium karbonat. Gəlin onda burada yuxarıdan yazım. Kalsium klor 2 üstə gəlinsin natrium 2 CO3. Buradan əmələ gələcək kalsium karbonat çöküntüdür. Bilirik ki, əlavə olaraq da natrium klorid yaranacaq. İndi burada çöküntünü əmələ gətirən iyonlar çöküntü nədən yaranıb? Kalsium və CO3 iyonlarından yaranıb. Bunlar artıq məhlulda reaksiya daxil olan iyonlar hesab olunur. Çünki qaydanı elə dedik də. Kalsium 2 müsbət və CO3 2 mənfi iyonları burada reaksiya daxil olan iyonlar olacaq. Digər halda isə argent nitratla mis-2 xlorid arasında reaksiyanı yazaq. Argentum xloridin üzərinə mis-2, daha doğrusu argentum nitratla, bir dəqiqə, üzr istəyirəm, argentum nitratla deyirik. Argentum NO3 yazmalıyam. NO3. Silək, bir dəqiqə. Siləndə də digərləri pozulur. Nəysə, balacalaşdıraq, silək. Eyb yoxdur, gəlin elə həmən istəyəni yazaq. Zaten digərlərin izahını verdik. Argentum nitratdır. Üzərinə gəlirəm kuprum xlor 2. Kuprum xlor 2. Reaksiya zamanı argentum xlor çöküntüsü yaranacaq və əlavə olaraq da mis-2 nitrat duzu yaranacaq. Argentum xlor çöküntüsü çöküntünü əmələ gətirən iyonlar arasında reaksiya baş verir. Yəni argentum müsbətlə xlor mənfi iyonlar arasında reaksiya baş verəcək. 13-də bitəndən sonra keçirəm 14-cü çalışmaya. Deyir ki, natrium artofosfat, kalsium xlorid məhlulları qarışdırılır. Baş verən reaksiyanın tam və qısa iyon tənliklərini yazın. Aha, yenə yazırıq. Natrium 3, PO4, üzərindən gəlirik kalsium xlor 2. Duzla duz arasında gedən reaksiyadır. Bilirik ki, duzla duz arasında gedən reaksiyanın şərti odur ki, solda çöküntü olmasın, amma sağda çöküntü yaransın. Əmələ gələcək kalsium 3, PO4 2 dəfə çöküntüsü, əlavə olaraq da natrium xlorid yaranacaq. Əmsallaşdıracaq kalsium xloridə 3, natrium artofosfata 2 yazarıq və natrium xloridin isə qarşısına 6 yazsaq əmsalımız tamamlanır. Bu oldu mənim molekulyar tənliyim. Sonra mən bunun tam iyon və qısa iyon tənliklərini yazacağım. Tam iyon tənliyi yazanda gətirib iyonlara dissosiasiya edirik. 2 mol natrium 3 PO4, 6 mol natrium müsbət iyonu verəcək. Bunun üzərinə gəlirik 2 mol PO4-də, 2 mol natrium 3 PO4-də 2 mol PO4 3 mənfi iyonu var. 2 mol PO4 3 mənfini yazdım. Üzərinə gəlirik 3 mol kalsium xlor 2. Bu 3 mol kalsium 2 müsbət və 6 mol xlor mənfi iyonu verəcək. Sonra reaksiya zamanı əmələ gəlir kalsium artofosfat çöküntüsü. Bu çöküntü olduğuna görə iyonlara dissosiasiya etmir. Bunu olduğu kimi saxlayıram. Əlavə olaraq da 6 mol natrium xlorid yaranır. 6 mol natrium xlorid də 6 mol natrium müsbət və 6 mol xlor mənfi iyon verəcək. Eyni adlı iyonlar ixtisar aparılır. Eyni adlı iyonlar natriumlar getdi, xlorlar da getdi. Əlimizdə qaldı nə? Bu oldu bizim belə deyək də tam iyon tənliyimiz. Tam iyon tənlikdən sonra qısa iyon tənliyi yazacağım. Qısa iyon tənliyi yazanda bunlar ixtisar gedir. Bunu tam iyon tənlik yerinə köçürtməlisiniz. Sonra qısa iyon tənlikdə əlimizdə nə qaldı? 3 mol kalsium 2 müsbət. Üzərinə gəlirik 2 mol PO4 3 mənfi. Əmələ gəldi kalsium 3 PO4 2 dəfə. Bu da oldu mənim qısa iyon tənliyim. Yəni bu şəkildə. 14 də bitəndən sonra keçirəm 15-ci məsələnin izahına. 15-də bizə deyir ki, buraları pozuruq, 15-dən davam edirik. Deyir ki, 0,1 mol XN, YO3M duzunun tam dissosiasiya qrafiki verilmişdir. N və M-in qiymətini hesablayın, birləşmədə Y-in oksidaşma dərəcəsini tapın. Deməli, XN, YO3M veribdir və 0,1 mol veribdir. Biz görürük ki, 0,1 molun dissosiasiyasından 0,1 molda X əmələ gəlib. Onda belə çıxır ki, X-in indeksinə 1 düşüb ki, mən bunun 0,1 molunu tam dissosiasiya eləyəndə 0,1 X-in ayağındakı indeksdəki 1-ə vuranda 0,1 mol X iyonu almışam. İndi 0,1 mol maddədə X-in sayı 1 oldu. O3-ə də baxanda
YO üçün də sayı 3 oldu. Niyə? Çünki 0,1-i mən YO üçün indeksinə ancaq 3 yazsam, 0,1-i 3-ə vursam, 0,3 mol YO3 iyonu verər də mənə. Başa düşdük ki, YO üçün indeksinə 3 yazılmalıdır, X indeksinə 1 yazılmalıdır. Onda belə çıxır ki, X-imiz müsbət 3 oksidləşmə dərəcəsi göstərir, YO3-ümüz də mənfi 1 oksidləşmə dərəcəsi göstərir ki, elə bil ki, YO3-ün 1-ini gəlib X-in indeksinə yazmışıq, X-in də 3-ünü YO3-ün indeksinə yazmışıq. Deməli, bu maddə XYO3 3 maddəsidir. Bizdən nəyi soruşur? Baxaq görək nəyə soruşur bizdən. Deyir ki, N və M-i tapın. N-imizi 1 tapdıq, M-imizi də 3 tapdıq. Birini 1, birini də 3 tapmışıq. Burada bir problem yoxdur. Y-in oksidləşmə dərəcəsini tap deyir. Gəlin yazaq. X, YO3, 3 maddəsində. Oksigen zaten mənfi 2-dir hər yerdə. Y-in oksidləşmə dərəcəsini bilmirəm. Bir Y-ilə yazıram. X isə müsbət 3 olduğunu bilirəm. Və buradan hesablama aparsaq, deməli, neyniyəcək? Deməli, 3, müsbət 3 X-in ayağındakı 1-ə vuranda 3. Üstə gəl, Y-in oksidləşmə dərəcəsini bilmirəm, amma ayağın indeksində 3 var da, çünki mötərizənin xaricində 3 var axı. Üstünə 3 Y gələcək. Mənfi 2-ni oksigen indeksindəki 3-ə vururam 6. 6-nın da indeksdəki yenə kənarda da bir 3 var axı. Onu da 3-ə vuranda 2 dənə üçün 6, 6-dan da 3 çıxanda 18. Bərabərləşdirik 0-a. Buradan 3 Y-imiz bərabər olacaq. Mənfi 18, müsbət 3, mənfi 15-dir. Sağa keçidəndə müsbət 15 eləyəcək. Y-imiz bərabər olacaq. Müsbət 5 oksidləşmə dərəcəsi. Deməli, Y-in oksidləşmə dərəcəsini müsbət 5 kimi dəyərləndirə bilərik. Belə, bunları tapdıq. Yenə deyirəm, bax, bizdən N-lə M-i soruşurdu. N-ə 1 tapdıq, M-ə də 3 tapdıq və Y-in də oksidləşmə dərəcəsini müəyyənləşdirdik. 16-dan izahımıza davam edirik. Görək 16-da bizə nə deyir? Deyir ki, X və Y-i hesablayın. Deməli, 2 mol dəmir xloriddir. Dissosiasiyadan alınan iyonların mol sayı verib 80%. Dissosiasiyadan alınan iyonların deməli, mol sayı 75%-dir. X və Y-i deyir tap. 2 mol dəmir xloriddir. Biz bilirik ki, ferrum xlor 3. İyonlara dissosiasiya eləyəndə dəmir 3 müsbət, 1 mol dəmir 3 müsbət və 3 mol xlor mənfi iyonu yaradır. Yəni 1 mol mən ferrum xlor 3 götürsəm, bunun iyonlara dissosiasiyasından 1 mol dəmir 3 müsbət və 3 mol da xlor mənfi iyonlar əmələ gələcək. Aha, əgər mən bundan 2 mol götürsəm, 2 mol ferrum xlor 3 isə 2 mol ferrum 3 müsbət və 6 mol da xlor mənfi iyon əmələ gətirədir. 2 dəfə artırdım qiymətləri. Və mənə deyir ki, əgər dissosiasiya dərəcəsi 80% olsaydı, buradan əmələ gələn iyonların ümumi mol miqdarını tap. Yəni 2 mol ferrum xlor 3 100% iyonlara dissosiasiya eləyəndə 2 mol dəmir, 6 mol da xlor mənfi iyonu, başqa cür desək 8 mol iyon əmələ gətirir. Nə zaman baş verir bu? Dissosiasiya dərəcəsi əgər 100% olsa, yəni tam iyonlara dissosiasiya etsəydi. Əgər 100% dissosiasiya zamanı 8 mol iyon əmələ gələrdisə, burada dissosiasiya dərəcəsi 80%-dir. Gəlin görək 80%-də neçə mol iyon əmələ gələr? Bu da eləyər, deməli, nə qədər? Hardasa 6,4 mol ümumi iyonların sayı. X-imiz bərabər oldu 6,4-ə. İndi anyonlara da baxanda 2 mol ferrum xlor 100% iyonlara dissosiasiya eləyəndə 6 mol xlor mənfi iyon əmələ gətirmişdir. 6 mol anyon əmələ gətirərdi. Nə zaman? Əgər dissosiasiya dərəcəmiz 100% olsaydı. 100%-də 6 mol anyon əmələ gələrsə, burada dissosiasiya dərəcəmiz deyir 75% olsa nə qədər anyon əmələ gələr? Y-lə yazıb, mən də Y yazam. Y-imiz bərabərdir. 0,75-i vuraq 6-ya da birbaşa hesablayaq. 0,75-i vurduq 6-ya. Eləyərdi 4,5 mol anyon. Y-imiz bərabərdir 4,5 mola. 16-da bitəndən sonra keçək 17-ci çalışmamızın izahına. 17-də deyir ki, cədvəli tamamlayın. Hidrolizdən zamanı yaranan mühit. Deməli, kalium karbonat qüvvətli əsasla zəif turşunun birləşməsindən əmələ gələn duzdur. Əgər əsas tərəfimiz qüvvətli tərəf, turşu tərəfimiz zəif tərəfdirsə, deməli, mühit qələvi mühit olacaq. 17-də birinci mühitə yazarıq nə? Qələvi mühit. Aha, yazaraq qələvi ya da əsasi mühit. Amonium sulfit zəif əsasla zəif turşunun birləşməsindən əmələ gələn duzdur və burada belə deyək də hidroliz qüvvətli olacaq və mühit neytral mühit olacaq. Bura yazarıq neytral mühit. Miski sulfatda isə zəif əsas və qüvvətli turşunun birləşməsindən əmələ gəlib. Turşu tərəfimiz qüvvətli tərəf olduğuna görə mühit turş mühit olacaq. Qələvi mühit, neytral mühit və turş mühit yaza bilərik. 18-ci çalışmada deyir ki, gümüş bir nitratın suda məhlul elektroliz tənliyini yazın. Gümüş bir nitrat yazılacaq argentum nitrat. Suda məhlulunu elektrolizə uğratsaq, yenə deyirəm, bax, əvvəlki sualda çox ətraflı izah eləmişəm bunları zaten. Əgər pasiv metalın duzudursa, bu zaman katodda həmin metalın özü əmələ gələcək, yəni argentum metal əmələ gələcək. Oksigenli turşuların duzları olanda elektroliz zamanı anodda oksigen qazı ayrılır
Məhlulda da qaldı nitrat turşusu. Əmsallaşdıranda rahat olsun deyə həmişə suyun qarşısına 2 yazsaz tez əmsallaşdırarsınız. Ona olan HNO üçün qabağına 4 düşəcək. Argent nitrata 4, argentmada 4 yazsaq əmsalımız tamamlanmış olur. Deyir ki, duzun 2 molundan anodda alınan maddələrin maddənin mol miqdarını daha doğrusu hesablayın. İndi biz bilirik ki, deməli duzumuz 4 mol götürüləndə anodda 1 mol oksigen qazı ayrılır. İndi mənə deyir ki, əgər duzdan 2 mol götürsəydin, anodda neçə mol oksigen qazı ayrılardı? 0,5 mol oksigen qazı ayrılardı. 19 da, daha doğrusu 18 də bitəndən sonra keçək 19-cu çalışmamızın izahına. Deməli, əvvəlcə gəlin Bektovun elektrokimyəvi gərginlik sırasını yazaq müəllimlər. Bektovun elektrokimyəvi gərginlik sırasına görə metalların, kationların, deməli, daha doğrusu kationların bilirik ki, soldan sağa doğru getdikcə reduksiyicilik qabiliyyəti azalır, oksidaşicilik qabiliyyəti artır və kationları sırayla düzsək, litium kationundan başlayırıq. Litium, kalium, kalsium, natrium, magnezium, alüminium, mangan, sink, xrom, dəmir, kobalt, nikel. Bunlar hamısı kationlar da tələsdiğimdən yazmıram. Hərəsinin üzərinə kation yazacaq da. Litium müsbət, kalium müsbət, kalsium 2 müsbət, natrium müsbət, magnezium 2 müsbət, sink, alüminium 3 müsbət, deməli sink 2 müsbət, mangan 2 müsbət və s. Tələsdiğimdən yazmadım. Yəni adi məsələdə xrom, dəmir, kobalt, nikel, deməli litium, kalium, kalsium, natrium, magnezium, alüminium, mangan, sink, xrom, dəmir, kobalt, nikel, deməli sonra yazaq hidrogen, ondan sonra yazaq kuprum, hidrogen, argentum, aurum. Kuprum 2 müsbət, hidrogen 2 müsbət və s. Yəni bu şəkildə davam edirik də. Və burada biz bilirik ki, soldan sağa doğru getdikcə kationların reduksiyicilik qabiliyyəti azalır, oksidləşicilik qabiliyyəti artır. Və bilirik ki, bu duzları mən qarışıq şəkildə götürsəm, yəni kalium fluorid olsun, natrium sulfid olsun, sonra kuprum xlor 2 olsun, mən bunları ərintisində elektrolizə uğratsam, katodda ilk növbədə oksidləşicilik qabiliyyəti güclü olan metal deməli reduksiya olunacaq və buradan ilk anda katodda deməli mis 2 müsbət iyonlar, çünki soldan sağa doğru getdikcə metal kationlarının oksidləşicilik qabiliyyəti artır. Kuprum 2 müsbətin oksidləşicilik qabiliyyəti digərlərinə, yəni natrium və kaliuma baxanda daha yüksəkdir. Ona görə də ilk növbədə katoda kuprum 2 müsbət iyonları gedəcək və kuprum burada müsbət 2-dən 0-a gələcək. Kuprum müsbət 2-dən kuprum 0-a gələcək. Üstə gəlir 2 elektron və kuprum çoxdan aza gəlir. Burada oksidləşicilik olur və reduksiya olunur və ilk növbədə katodda ayrılan, yəni reduksiya olunan metal mis olacaq. Ona görə də 19-da birinciyə mis yazacağıq. Yəni mis reduksiya olunacaq katodda. Yəni ikinci sualın cavabıdır bu əslində. Anodda baxanda nə edirdi? Bax, şeir kimi deyirdik, sən yenə buraları xlorladın o. Sonra SO4 2 mənfi sən nə pis. Buna aid çoxdur şeirlər. Rahat olsun deyə belə daha tez yadımızda saxlayırıq. Sən nə pis. PO4 3 mənfi. Cocuksun. CO2 2 mənfi. Flor mənfi. Və burada anyonlar da bunlar. S2 mənfi, yod mənfi, brom mənfi, xlor mənfi, OH mənfi və s. Yuxarıda da görürsünüz, tamamlamadım. İndi bilirsiniz ki, yuxarıdakılar kation, aşağıdakılar da anyonlardır. Və burada soldan sağa doğru, daha doğrusu belə deyək də, sağdan sola deyək, burada daha rahat olsun deyə. Sağdan sola doğru getdikcə anyonların reduksiyicilik qabiliyyəti güclənir və burada reduksiyicilik qabiliyyəti güclü olan anyon ilk növbədə anoda gedəcək və orada oksidləşəcək. İndi burada biz müqayisə aparanda görürük ki, xlor verib, kükürt verib, flor verib. Flor ən sağda yerləşir. Xlor buradadır, kükürt də ən soldadır. Sağdan sola doğru getdikcə anyonların reduksiyicilik qabiliyyəti güclənir və reduksiyiciliyi güclü olan anyon ilk növbədə anoda gedəcək. Deməli, S2 mənfi iyonlar ilk növbədə anoda gedəcək. S2 mənfi iyonlar anoda gedib S0 yaradacaq. Çıxılsın 2 elektron və göründüyü kimi kükürt mənfi 2-dən 0-a gəldi. Azdan çoxa getdi, oldu reduksiyici və oksidləşdi və anodda ilk növbədə kükürt mənfi 2 iyonları oksidləşəcək. Anodda ilk növbədə ayrılan nə olacaq? Kükürt olacaq. Ona görə katoda gedən mis, anoda gedən kükürt kimi vurğulaya bilərsiniz. Belə. 19 da bitəndən sonra keçirik 20-ci çalışmamızın izahına. Deyir ki, natrium xloridin suda məhdud elektroliz üçün cədvəli tamamlayın.
Natrium xloridin suda məhlulun elektrolizini yazaq. Deməli bilirik ki, natrium xloridin suda məhlulunu elektrolizə uğratsaq, burada katoda hidrogen gedəcək, anoda xlor gedəcək. Çünki aktiv metallar olanda katoda hidrogen gedir, oksigensiz turşular olanda turşu qalığı, yəni xlor-2 qaz şəklində ayrılacaq və məhlulda da nəyimiz qaldı? Natriumdan OH qaldı da. Natrium OH yazacağıq buna da. Əmsallaşdırsaq suyun qarşısına 2, hidrogenin qarşısına 2. Baxaq görə uyğun gəlirmi? Yox, hidrogeni 2 yazmayaq, hələ ki 1 yazaq. Onda natrium OH-a 2 yazaq, natrium xlora da 2 yazaq ki, xloru 2-yə tamamlayaq, natriumu da 2-yə tamamlayaq. Oksigenimiz 2 olacaq, hidrogenimiz də 4. Aha, bəli, onda hidrogenin qarşısına 2 yazarıq. Nəysə, anodda ayrılan maddə xlor qazıdır. Anoda xlor yazacaq. Katodda ayrılan hidrogen qazlı H2, məhlulda əmələ gələn maddə də qələvidir, yəni natrium hidroksid olacaq. Beləliklə bu sualı da bu şəkildə cavablandırmış olduq. Bundan sonraki mövzularda inşallah ətraflı cavab tələb olunanları çəkib YouTube səhifəmə yerləşdirəcəm. Arzu edənlər oradan ətraflı baxa bilərlər.